Əziz dostlar, gənc dostlar, sizi aşağılayan adamlardan dayanmadan qaçın. Bir dəqiqə də onlarla görüşməyin. Olmaz. Bəzi insanlar var, təəssüflər olsun ki, bu xəstəlik onlarda var. Başqalarını təhqir edirlər, aşağılayırlar, alçaldırlar. Olmaz onlarla ünsiyyət. Bugün Azərbaycan... Azər, tam da qaçmayaq da, əvvəlcə bir çalışaq ki, onları bir düzəldək. Axı, mən onları düzəldənə qədər, onlar məni xarab eləyir. Bilirsiniz, o möhkəm formalaşmış bir adamdır. Mən isə gəncəm, mənim 20 yaşım var, onun 60 yaşı var. O qayıdır mənə birdən deyir ki, eşit, nə olacaq, oxuyursan, təhsil alırsan, nə olacaq, hərə çatacaqsan. Hə, mən oxudum, mən də oxudum da və salam, o 5 dəqiqədə ona elə bir zəhər ötürdü o 18 yaşında, 20 yaşında uşağa, gəncə. O zəhərdən hələ neçə ilə sağalacaq.